oyun hakkında fikirləriniz? Oyun gərgin keçdi. Gərgin hissiyatını bilirəm. Qələbə keçmişdik amma məğlub olduq. Sonradan ümitlərimiz oldu. Beraber de qala bilərdik amma məğlubiyyətdən istifadə etmədik. Sonra məğlub olduq. Başqa bir şey deyil. Sizə ikinci qol vurmaqda nə çatmadı? İlk qol da siz vurmusunuz. İkinci gol vurmaqda çox istədik gol vurar. İlk hissədə biraz momentlərimiz oldu amma ikinci hissədə daha çox irəli atıldı. Şansımız gətirmədi ikinci gol vurmağa. Şansımız gətirmədi deyə bilərəm. Milli fasilədə siz özünüz milli komandaya çağrılmağı gözləyirdinizmi və ya çağrılmamanız barədə fikirləriniz? Çağırmağı gözləyirdim. Amma çağırmadılarsa bu da son deyil. Hələ qarşıdan növbəti o milli toplanışlar da var. İnanıram ki, növbəti toplanışlarda olacaq. Artıq komandamız milli növbəti toplanışlarında olmaq istəyirəm. Fasilədən sonra Kəpəzlə qarşılaşacaqsınız. Bu son zədmət yeriniz baxmaq xüsusilə daşlığına görə xüsusi bir hazırlıq olacaqmı Kəpəzlə oyuna? Yox, yəni yenə necə hazırlaşdıq elə hazır edib. Daha çox biraz istəkli olmalıyıq. Biraz daha yəni belə səhvlər təbii ki, hamı səhv eləyəcək, amma çalışmalıyıq ki, belə səhvləri biraz azaldaq. Çünki yaxşı komandamız var. Ola bilər sonuncu yerdəyik, amma görsən nə oldu ki, bizim yaxşı komandamız var. Əlimizdən gələni elib bu vəziyyətdən çıxmağa çalışacağıq. Kəpəz oyuna da qələbə etməliyik.